Salam əziz və hörmətli dostlarım. Umarım hər yerdə varsınız və hər durumda varsınız. Keyfiniz saz olsun, ürəyiniz şad. Mən vaxt eləyəndən eləyənə kitab oxumağa çalışıram. Dünənləri də vaxt eləyə bilmədim. Çox üzr istəyirəm sizdən, özümdən xüsusən çox üzr istəyirəm ki, dünən kitab oxuya bilmədim. Kitab oxumamaq, o gün ki adam kitab oxumur, o günə bənzir ki, adam bir şey yiyibdir qarnına, amma beyninə heç zat yeməyibdir. Və təəssüf olsun ki, mən bəzi günlər vaqəən fürsət eləmirəm ki, beynimə bir şey yiyəm. Hər halda, bu günləri kitabımızdan oxuyacağıq. Türkçülüyün əsasları Ziya Gök Alp yazıbdır. 81-ci səhifənin son bölümlərində yazıbdır 2. Oradan oxuyacağıq. İki. Yazı dilimizdə əslik olan kəlmələrin ikinci qismi millətlər arası kəlmələrdir. Yazı dilinə görə danışırdı. Deyirdi ki, nəmənələr əslikdir və biz bunları nə cür axtaracağıq. O cümlədən qədim kitablar, qədim adamlar, bunlardan toplansın bunların sözləri, bildikləri. İndi ikincisi deyir ki, yazı dilimiz, dedik ki, dili iki cürə bilirik da. Bir yazarımız iki yerə bölür. Bir yazı dilidir, bir də danışmaqdır. Bilirsiniz də bunlar fərqlidir. Çünki birində biz əlamətlərlə danışırıq ki, o əlamətlər, cizgidirlər, o cizgiləri yazan zehnində səs əvvəl o düşüncəni düşünür, sonra onu cümlələrin qurur, sonra o cümlələri çevirir cizgilərə, sonra o cizgiləri ki, hamıya eyni anlamı ola bilə, o cizgilərə çevirir, sonra o cizgiləri dana-dana götürür, yazır kağızın üstünə. Yəni çəkir kağızın, o cizgini çəkir kağızın üstünə, indi də ki, tayp edir onu və buraxır. Bunun mənası yazarın zehnindən daha qaçdı. Yazar qutardı. İndi o yazılar ki, kağız üstündə vardı, onlar özləri müstəqil bir mövcuddular. Yazardan xaric. İndi hər kəs o kitabı, o ruznaməni, o kağızı alır, əlinə oxursa, ya internet səhifəsinə baxırsa, o kəlmələri, o cizgiləri görəndə, o cizgiləri gözü ilə görəcək, göz onu işıqları ilə, nuru ilə alacaq, onu içəridə çevirəcəkdir bir mənalara. Ki, o mənalar mümkündür həman şey ki, yazarın zehnində var idi, çevirdi cizgilərə, o ola, mümkündür olmaya. Mümkündür çox fərqli ola. Yəni, yazar bir cümlə yazıbdır, o yazı mən oxuyanda ondan bir ayrı bir şey düşünəm. Onun zehnində bir ayrı təcrübə var idi, təsvir var idi, filmi var idi, bir canlı bir şey var idi. Mənim zehnimdə bir ayrı canlı bir şey ola. Onun üçün bu dil budur. Çünki biz onun zehnində bir şey yaradır, bu yazı. Və bu müstəqillidir o yazardan. Amma bir də var ki, indi mən danışıram, mən bir fikirlər eləyirəm dil əsasında. Yəni, dil mənim zehnimdədir. Mən dildən xaric heç bir şeyi fikirləşə bilmərəm. Mən dilin üstü ilə, sözlərin üstü iləndir ki, fikirləşirəm. Bu fikirləri sonra zehnimdən çevirirəm, o təsvirlərin birini çıxadıram ki, o ki mənim zehnimdədir, ona yaxın olsun. Onu gətirirəm bir soğut vəsiləsi ilə, səs vəsiləsi ilə, onu ağzımdan, yel ilə çıxadıram. O mənim ağzımdan çıxandan sonra moc olur, o moclar gəlir sizin qulağınıza dəyir, sizin qulağınızda gedir bunu alır və bunu çevirir, bir ayrı moclara verir zehnə, beyinə.
beyin bunları içində olan təsvirlərlə çevirir də, onu çevirir, o içində olan təsvirlər, səslər, təcrübələrin biri ilə tətabüq elətdirir. Oradan o ayılır və onu siz ondan sonra düşünürsünüz ki, bu səs ki mən eşitdim, bu anlamda olacaqdır. Düzdür, bunu otomatik görürsünüz. Amma bu o qədər piçidədir ki, hətta mən dediyimdən də piçidədir. Buna görə mən mətləb də yazmışam, səsli qoymuşam Telegramda. Çox ilginc bir sistemdir, dəstgahdır. İndi diqqət buyurun. Əgər o yazar, o kitabı yazanda, o cizgilərdə hər hansı bir iştibahi eləyə ki, zehnindəkinin yaxın olmaya, ya uzaq ola zehnindəkinə, ya zehnindəki əslən olmaya, ya o kitabda bir müşkül ola, çapda bir müşkül ola, taypında bir müşkül ola, ya oxuyanın düşüncəsində, kalçırında, gözündə, zehnində, beynində bir müşkül ola. Yəni, tamam bu yerlərdəki gedəcəkdir. O mənalar fərqli anlaşıla bilər, ya da ki, əslən anlaşılmaz. Ona görə iki dana dil vardır. Bir səsli dildir, bir də yazı dilidir. Dilimizdə, yazı dilimizdə əskik olan kəlmələrin, indi bizim dilimizdə əlifba ilə instruks yazaq bir şeylər vardır ki, yoxdur. Yəni, çünki bizim dilimiz İranda gələn o kəlmələr düzəlməyib indiyə qədər. Olan kəlmələrin ikinci qismi, yəni onları iki dedi, şeydir, o birisi millətlərdə vardı, onlardan axtarıb. Qismi millətlər arası kəlmələrdir. O kəlmələrdir ki, millətlər arasında var. Məsələn, Türkiyə indi 100 ildir rəsmən riyaziyyat, fizik, şimi, elm, fəlsəfə, hünər, hər şeyi türkcə dilinə deyir. Yəni, tamam terminləri heç olmasa %60-70-i türkcədir. Heç olmasa, mən üçün orada təhsil eləmədiyim üçün bilmirəm nədir, nə qədəridir. Amma bizdə bir dana termin yoxdur. Yəni, hüquq termini bir dana yoxdur. Fiqh termini bir dana yoxdur. İbadət termini, irfan termini heç yoxdur. Fəlsəfə termini, məntiq termini, qədim məntiq, cədid məntiq. Ondan sonra ərz edeyim xidmətsə, əski məntiq ya yeni məntiq. Ondan sonra döhdürlük, mühəndislik, saxtıman, mekanik, internet, kompüter, yəni hər nəyi deyirsiniz deyin, bunların heç birisində bizim taza dilimizdə söz yoxdur və biz bunları farsdan alırıq və ərəbdən alırıq. İndi Azərbaycan, Güney Azərbaycanda. İndi deyir ki, bu ikinci qismi biz millətlər arası, yəni Türkiyədən, Azərbaycan Cumhuriyyətindən, Türkmenistandan, Qırğızistandan, Tataristandan bunlardan alacağıq kəlmələrdir. O millətlər arası kəlmələrdir. Ya dedim, o qismətlərdir ki, məsələn, indi internet çıxır, kompüter çıxır, dedim, CRISPR adında bir elm gəlir, teknoloji və elm gəlir ki, insanın yaşamın və həyatını dəyişdirəcəkdir. Əslən, sistem insanın özünü dəyişdirəcəkdir. Məsələn, biz buna görə heç kəlməmiz yoxdur. Bunlar da millətlər arasıdır. Məcburuq ki, bunları da onlardan alaq. İndi görək ki, bu, hər kəsi bir şey yaradır, onun dilində olur. Ruslar bir şey yaratsalar, o elm, onun terminləri onların dilində olur. Almanlar yaratsalar, Alman dilində, Amerikalılar və İngilislər yaratsalar, İngilis dilində, Ərəblər yaratsalar, Ərəb dilində, Çinlər yaratsalar, Çin dilində. Bu cür, hər yer yaratsa, onun dilində olur. Deyir, bunları neyiniyək? Bir millət hansı mədəniyyət topluluğuna, hansı millətlər arası birliyə üyə isə, onun bütün elmi qavramlarını, fəlsəfi görüşlərini, ədəbi xiyallarını və lirik duyğularını ifadə edəcək özəl kəlmələrə sahib olması da lazımdır. Cümlə çox uzun, amma bilmirəm niyə beləsi yazırlar. Bir millət. Baxın, bu bir millət məsələsini əvvəl açım deyim. Dünya birinci və ikinci savaşdan bu üzə, xüsusən. Hətta birinci savaşdan dünya bölündü. Və bu bölümdə, indi ikinci savaşdan sonra adını qoydular soyuq savaş. Ya deyək, İttilas savaşı. İntelligence savaşı deyək.
ixtira savaşı deyək. Və iki qrup düzəldi. Bir oldu Varşov, komünist məmləkətlər, bir də oldu NATO, kapitalist məmləkətlər. Bu iki dana ya azad məmləkətlər və kommunist məmləkətlər belə bir ad oldu. Bunlar indi bu ora görə danışacaq, amma qeyri-müstəqim danışacaqdır. O blokdan danışır. Bir də ki, məsələn deyirəm, müsəlmanlar var, məsihlər var, yəhudilər vardı, nə bilim, budaylar vardı, konfusiyuslar vardı və bu cür müxtəlif baxışlar vardı. Ona görə bunu orada deyir. Bir millət hansı mədəniyyətə? Mədəniyyət dedik nədir? Teknoloji sahəsindədir. Çox o şeylərdir ki, taza icad olur. Ya keçən məsələn 100 ildə, 200 ildə də icad olubdu. Mən 81-də idim, əgər iştibah eləməsəm, 50-mi vurduq getdi. 50-yə can getdi. Tamam, tapdıq. Deyir ki, hangi mədəniyyət topluluğuna? Dedik, topluluq nədir? Məsələn, Buluki Qərb dedikləri ya NATO dedikləri qrup, Batı dövlətləri dedikləri 30-40 dana məmləkətdir. Amerikanın özü necə hesablasaq 50 neçə məmləkətdir. Kanada özü 12 məmləkətdir. Ondan sonra Avropada bu cür federal olan yerlərdə məmləkət çox hesab olur da, bunu da nəzərə alaq. Və yəni əgər o cür hesablasaq ki, federal sistemində məmləkətləri də hesablasaq, məsələn Amerika 52 dana, fərz edin hətta ya 54 dana, Kanada 12 dana, məsələn Alman nə bilim neçə dana, bunlar 4-500-ü keçər məmləkətlər. Amma biz federal məmləkətləri bir məmləkət hesablasaq, o qərb dediyimiz, batı dediyimiz məmləkətlər bir texnolojiyə sahibdirlər. Diqqət buyurun, bunu çox ilginc ola bilər biləziz üçün. Baxın, bunların təht dünya görüşləri, yəni fəlsəfələri, görüşləri fərqli deyildi. Biri kommunist, biri hətta bunların texnolojiləri də fərqlidir. Məsələn deyirəm, piçi biz sağdan sola vurarıq, bağlanar. Sağdan da sola belə vuranda açılar. Bu qərb texnolojisinin mədəniyyətindədir. Mədəniyyət dedik taza bir şeylər. Rusda bunun tərsəsidir. Bunun tərsidir. Yəni dediyim ki, sağdan sola vuranda açılar, Rusda sağdan sola vuranda açılar, bağlanar. Rusda bağlanar, sağdan sola da vuranda açılar. Bu fəqət orada. İndi ondan sonra qatar yolu, dəmir yollar. Dəmir yolu, məsələn, Rusla qərbinki, yəni o dedim kapitalisti sisteminlə qərb batınınki, dəmir yolları bir-birindən fərqlidir. Yəni, Amerikanın qatarları gəlsələr deyələr, biz indi gedək Moskva, gərək kollən bu dəmirləri, dəmir yolların sökələri tazaşdan düzəldərər. Çünki bunlar 10 sant, 15 sant fərqlidir. Ya da qatarları dəyişərlər. Yəni, ən kiçik yol bu olar ki, qatarın için, o təyərlərin biraz genəldələr, ya daraldalar ki, keçər. Ya ruslar bu tərəfə keçsə, eynidir. Sistem fərqlidir. Ona görə, hətta indi görürsün, məsələn, Türkiyə istir Rusiyədən, NATO üzvüdür ha, qərb, batı üzvüdür ha, istir ki, Rusiyədən, yəni Varşovdan təyyarə alsın. Amerika təhrim edir. Getməməlisən. Bu bir sistemdir. Sistemi qoyub. İndi onu istəyir biraz açıqlasın. Mən umaram ki, bunu mən eləyə biləm, düz deyəm. Bir millət, Türkiyə milləti ya Güney Azərbaycan milləti, hər hansı bir millət, hansı mədəniyyət topluluğuna, mədəniyyət topluluğu dedik, qərb olur, dedim də, məsələn, şeyləri vursaq, Şərq özü də, Rusiya özü də bir 20-30 dana cumhuridən, müstəqil cumhurilərdən mütəşəkkildir. Hətta mənim fikrimə yaxın Rusiya siyasi sistemidir. Yəni, dövlət, idarə sistemi deyirəm, fikir sistemini demirəm. Əlbəttə, o da gözəldir, onu da inkar eləməyək, yəni. Biz hələ dünyanın sıfırı ola-ola 100-lə özümüzü tay tutanmarıq ki, indi gələk Rusiyanı bəyənməyək. Çünki Rusiya 100-dür,
İran 0. Rusiya göy elmlərində, fəlsəfədə, tibbidə, hər şeydə Rusiyanın bir şeyi var, dünyaya verir. Hər gün bir şey, yeni bir şey verə bilir. Savaş sistemlərində, teknolojisində. Amma İran ya Güney Azərbaycanda İranın içində, məsələn, hələ iynə düzəldənmir. Yəni, əlbəttə bu qədərdə çiçiltməyək. Məsələn, təbii ki, bizim bir də sənətkarlarımız var ki, özləri bir işlər düzəlir. Amma ən sonunda bizim oradan yeni bir şey çıxmır. Və hamısı montaj şəklindədir. Yəni, iynənin dəstgahını almışıq, tamam, iynəni vurur. O biz vurmuruq, onu dəstgahını əvvəl Avropadan, Amerikadan ya Qərb, Şərq, yəni Doğu ölkələrdən almışıq, o bir şey vurur. İndi, mədəniyyət topluluğuna hansı millətlər arası birliyə uyasa, əgər biz mədəniyyət topluluğlarını dedik, Şərq, Qərb, Çin, bunların hərəsi ayrı-ayrı deyirik da. Məsələn, bunların hangisına üyəsə, üyə yəni üzv. Üzv ərəbcədir, həm bədənin parçalarına üzvü deyirik, orqanlarına üzvü deyirik, həm də siyasətdə bir siyasi sistemə yaxın olanlara üzvü deyirik. Məsələn, Şanxay, İran üzvü oldu dünən. Ya dedik, Varşo, NATO, Batı, Doğu sistemləri, müsəlman sistem, bunlar da bir şeydir. Ya məsələn, 3-cü bir hərəkət başlandı. 2-ci Dünya Savaşından bir müddət çox sonra Cəvahirləl, Nehru filan, Bəhman bunlar əl-ələ verdilər, bir şey düzəldi. 3-cü hərəkət olur da, nə mənə idi adı? Hər halda yadıma düşər, mən biraz bugün kəhələm. Deyir ki, millətlər arası birliklərin adını dedim, üyə isə üzvüdür, bütün elmi qavramları, özünün elmi qavramlarını, diqqət buyurun, çox əcibə istiqlallar aradan gedir. Deyir ki, sən bir nəfərinin dostu olsan, elə bir eşqidir. Deyir, əgər bir nəfərə aşıq olsan, hər nə mənən var, gərək onun kim ola? Məşuq nədir, o olasan. Bu da onu deyir, İrfanda da bu vardı ki, mən yoxam, hər nə Allahdır, odur, onu istir deyə. Üləsə, onun bütün elmi qavramlarını, onun elmi, teknolojik qavram sözlər, fikirlər, düşüncələrini hamısını almalıdır. Fəlsəfi qavramlarını və görüşlərini. Yəni, adam marksist olmalısan, leninist olmalısan. O birisi, məsələn, maoist olmalısan. Bu birisi imperialist olmalısan. Bu şəkildə görüşlərini, ədəbi xiyallarını, xiyal dedik, çox bu ədəbiyyatda işlədir. Yəni, onların bu düşüncələrini və lirik duyğularını, lirik dedik, yəni, gülməcəli, şad duyğularını, ehsaslarını ifadə edəcək özəl kəlmələrdə deyir, bunları ki, ifadə edir. Deyir, hər termin, hər söz, hər kəlmə, onları, o kəlmələri sahib olması da lazımdır. Cümlə uzun oldu, mən də çox uzun dedim. Xülasəsi budur. Əgər bir millət, hangi bir qrup millətlərə, mədəniyyətinə üzv olursa, o qrup millətlərin mədəniyyətində olan elm, fəlsəfə, teknoloji, hünər, xiyalların da hətta deyir, gərək mənimsiyə və özünün bilə. Yəni, biz bir gün, məsələn, bizim bəzi dostlarımız özlərin bilirlər, qədim iştirakçı deyirlər, indi marksisti deyirlər, məsələn, ya kommunisti deyirlər, bunu bilir. Deyir, gərək xiyalların da onun ola. Bir növ şüstəşüyə məğzidir bu. Dövlətlər qruplanırlar, sənə deyirlər ki, elə bir ki, məmləkətdə bu cür olur. Elə bir ki, intelligence servis yaradırlar, ittilaat yaradırlar. Deyir ki, ağa, mən dediyim sistem siyasidən sonra ayrı bir sistem siyasi, nə qura bilərsən, nə fikirləşə bilərsən, nə icra eləmağına çalışa bilərsən. Dəqiqən bunu düşünürlər. Dünya səviyyəsində. Dedim də, Türkiyəni, məsələn, Amerika keçən dövrəsində, prezident dövrəsində və indi bu Biden dövrəsində, hətta deyirlər Biden daha çox Türkiyə ilə müxalifdir. Nəinki Türkiyə ilə müxalifdir. Deyir ki, sənin həqqin yoxdur. Mənim
mədəniyyətimin üzvü ola gedəsən Rus mədəniyyəti ya Doğu mədəniyyəti üzvü olasan. Mənim mədəniyyətim üzvü ola gedəsən məsələn Türk mədəniyyəti qurasan. Türk topluluq birliyi qurasan. Əlbəttə Türk indi niyə topluluq dedim? Çünki bu millət bir millətdir. Çünki bunları özümüz də inanmışıq ki, mən Azərbaycan türkiyəm, o birisi məsələn inanıb da Qırğız türküdür, Türkəmən türküdür, nə bilim Tatar türküdür, Türkiyədir. Buna da inanmışıq. Hətta türkiyəllər bizə deyəndə deyir Azəri türkləri. Bu qədər. Düzdür, Rəcəb Tayyib Ərdoğan cənabları çalışır ki, bunu biraz dəyişdirsin, amma mən hala bunun təsirini çox görmürəm Türkiyənin mediasında. Türklər indi Avropa mədəniyyətinə kəsin bir biçimdə girməyə qərarlı olduqlarından bütün Avropalı qavramları və anlamları ifadə edəcək yeni kəlmələri gərək duymaqdadırlar. Deyir ki, indi türklər, yəni Türkiyə. Türklər deyəndə, yəni Türkiyə məmləkəti ya türk dövlətlər ki, heç birisi belə deyil, fəqət Türkiyə bunların və Qibres bunların içindən ola bilər. Qibrisdə ki, hələ rəsmiyyəti tanımayıbdır, o da olmaz. İndi, bu adam yazanda 100 il bundan qabaq bir kitab yazıbdır. Deyir ki, təsmim qərar qoyublar ki, qərarlı sonda deyir, ha, onu olur qərar deyir, təsmim. Təsmim ərəbcədir. Farsıda bilmirəm, heç onun şeyi var ya yox, yəni təsmin tutmağa bir lüğətləri var ya yox. Hər halda onun ərəbcəsi qərarlı, türkcəsi qərarlı, qərar özü də yenə ərəbdir. Amma biz fərqli işlədirik, o mənadakı ərəblər işlətmirik. Avropanın mədəniyyətinə, dedim daha, teknoloji sistemi, Avropa deyəndə Amerika, Kanada, Avustraliya da bunun içində olur. Avropa mədəniyyətinə kəsin bir biçimdə, yəni qəti bir şəkildə, biçim türkcədir, şəkil yerinə bir biçimdə girməyə qərarlı, girməyə yəni cırmağa qərarlıdır. Qərarlı olduqlarından, qərarlıdır, indi türklər qərarlıdırlar ki, ona girsinlər. Bundan dolayı bütün Avropalı qavramları, bütün onların hər sahədə olan qavramların, sözlərin, ağızdan çıxan sözlərin, elmi ola, teknolojik ola, tibb ola, dava dərman ola, ilac olar, qavramları və anlamları, dedim, yəni düşüncə, fəlsəfə, filan bəhman, xiyalları da, yəni hünər, məmləkətin gələcəyin də, deyir ki, ifadə edəcək, ifadə fayda vermək. Yəni ağızdan çıxanda biz mən indi ifadə verirəm. Yəni o ifadə də var ki, ha, məsələn tuturuq beləsi. O da elə, yəni zahirdə bədənimizdən bir fiqur tuturuq. O da ifadədir. Bu da ifadədir. Yəni mən bir şeyi əl-an beynimdə olan bir şeyi göstərməyə çalışıram. Bu olur ifadə. İfadə edəcək yeni kəlmələrə gərək duymaqdadır. Onların o qavramların ifadə etmək üçün, danışmaq üçün bir-birimizlə ya onlarla yeni kəlmələrə ehtiyac var. Gərək duymaqdadır, yəni ehtiyac var. Gərək lazım, duymaq, yəni hiss eləmək. İndi hiss edirik ki, biz, məsələn, kompüter alırıq, kompüterin sözlərinə ehtiyacımız var ki, bu sözləri deyək, internetin sözlərini deyək. Bunu hangi dildən alaq, nə cür deyək, onu bəhs edir. Bu sözcüklərin dilimizdə vücuda gəlməsi üçün nə yapmalı? Deyir, indi o kompüterin, internetin, döktürlüğün, mühəndisin, danışqahın, fəlsəfənin, bunlar bizim dilimizdə ehtiyacı var, vücuda gəlsin. Güney Azərbaycanda xüsusən, ya İranda olan türklər istəyirlər bunu zehnilə, İrandan da istəyirik çıxaq da. Biz indi istəyirik ki, məsələn, hangi buluka mütəlliq olaq? Batıya, kommunistliyə, Çinə, ya məzhəbi şeylərə, mədəniyyətlərə, ya türk mədəniyyətinə. İndi bunların hangisinə geçsək, bizim indi deyir ki, istəyirik ki, hər halda bunları danışaq. Biz kompüter gətirməliyik, pezişki gətirməliyik, tibb gətirməliyik, dava dərman gətirməliyik, uzay elmilərini gətirməliyik, teknoloji. Bunları deyir ki, kimin hangi dililə danışaq, hangi dildən alaq? Bu sözcükləri dilimizdə vücuda gəlməsi üçün nə yapmalı, nə iş görməliyik ki, bunlar bizim dilimizdə olsun, bu kəlmələr bizim dilimizdə olsun, bu elmi bizim dilimizdə də girsin. Bunun üçün ən verimli yol Avropa dillərində yazılmış olan bütün yazınsal
pitalar, bu kəlmə iştibah çap olubdur. Bir-birini yapışdığı üçün oxuya bilmədim. İndi bu düzdür. Baş yapıtlar. Baş yapıtlar, yəni ədəbi şah əsərlər, bilim və fəlsəfə ilə ilgili monoqrafların yeni türkçəyə birinci dərəcədəki üslubçular əli ilə böyük bir özənlə çevrilməsidir. Cümlə uzun, həm də biraz qarqaçışıq. Bunun üçün, yəni bu iki onların dili bizim dilimizə gələ, o sözlər bizim də dilimizə gələ. Ən verimli yol, verimli yəni faydalı yol, verimli yol, yəni bu faydalı yol. Ən verimli yol Avropa dillərində, indi burada Fransa dili var, Alman dili var, İngilis dili var, ayrı dillər, Hollend dili var, Danmark dili var və ayrı dillər. Dillərində yazılmış olan bütün yazınsal, onların dillərində yazılmış olan hamısında yazı şəklində yazınsal, dedi də o salı gətirəcək çiyin yerinə onu deyir. Yazısal, burada da yazın yazıbdır, yazılmış şəkildə olanlar bunu istir deyə. Yazınsal baş yapıtlar, yəni o ən məşhur kitablar, ən elmi, ən başda gələn kitablar hər sahədə olar. Bilim və fəlsəfə, elm və fəlsəfə ilə ilgili olan monoqraflar. Monoqraflar da dedik, yəni bir nəfər bir kitab yazır, onun adı monoqrafidir, imzaya da fikirə monoqrafi deyirlər elə, yəni əl yazısı. Yeni türkçəyə deyir ki, yeni türkçəyə tərcümə olmalı. Birinci dərəcədə ki, üslubçular əli ilə. Üslubçular onlardır ki, indi feylən yazırlar. Deyir, onların əli ilə birinci dərəcədə, ikinci dərəcədə böyük bir özənlə, özən diqqət kəlməsinin qabağıdır. Özənlə çevrilməsidir. Deyir, o kitablar gərək çevirirlər türk dilinə. Sonu budur. Türk dilinə çevirməlidirlər, tərcümə olmalıdırlar. Bu çevirilərlə birlikdə yeni türkçəyə bir çox sözcüklər və anlatım yolları girdikdən başqa bir çox dil incəlikləri və axıcılıqları, dil bilgisi üyələri, söz dizimi, olanaqları, duygusal və gizemli anlamları anlatacaq yeni yetenəklər də girəcəkdir. Deyir, şimdi biz bu kitabları tərcümə eləyəndə tərcümə ki eləyə bilməyəcəyik və onlarda taza bir şey var. Nələr var? Onlar bizim dilimizə gələcək. Deyir ki, bu çevrili ilə birlikdə, bu tərcümə olanda, onun içində tərcümə olan zamanda birlikdə ondan yeni türkçəyə, bu türkçə dili ki, elmi, ədəbi və işlək dili olsun, onun içinə bir çox sözcüklər, onların sözünün bir çoxu girəcək bizə, çünki tayı yoxdur, onlar deyəcək kompüter. Əlbəttə, indi bilgisayar deyirlər, amma kompüter gəlir orada. Ya məsələn, bir çoxlar, mən nümunələrini bilmədiyim üçün deyirəm, onları bilmirəm. Və anlatım yollatdırarıq. O sözləri, anlatım nə deməkdir? Biz sözlə, dedim, bayaqları işarə elədim, sözlə zehnimizdəki əlif dili, sözcükləri bir səs ilə sizə anlatmağa çalışıram, məsələn, bu kitabı. Bu kitab bir şeyləri mənim zehnimdə ayıldır. Mən onları anlatmaq üçün özümə ya qulaq asan dostlarımıza onları neyirəm? Anlatım vəsiləsidirlər. Anlatmaq vəsiləsi. Ona deyir anlatım. Yəni vəsilə ki, onunla biz anlatırıq. Anlatım yolları girdikdən başqa. Deyir ki, bu əvvələn anlatım yollarına girəcək. Dilimizə və yazımıza girəcək. Ondan əlavə bir çox dil incəlikləri, dilin incəlik zərafətlər, gözəlliklər. Dilin də bir şeyləri özü ilə, o tərcümə ilə girəcəkdir. Və axıcılıqları, dilin axımı, yəni ravan olub ya çətin olmağı, o da girəcəkdir dilə. Məsələn, bizim bəzi dostlarımız uzun yazırlar. Çünki Azərbaycan türkləri ədəbiyyatından onu aldıqlarına deyirlər ki, uzun yazmaq yaxşıdır, uzun yazırlar.
O da onun axımdır. Onun o məsələn Hollandidən, Danmarkdan, Suisdən alsalar 8 kəlmə yazarlar. 10 kəlmə, 12 kəlmədən izafi yazanda cümləni sındırarlar, bir ayrı cümlə başlarlar. Amma bir ayrı yerdən alsalar onun axımını alırlar. Dil bilgisi. O halda onların dillərinin bilgisi də bu tərcümələrdə gələcəkdir. Yəni dil elmi. Onların dil elmi də gələcək dil bilgisi üyələri. Yəni o dil elminin içindəki o usullar, üyələr, üzvlər. Söz dizimi. Cümləni bilirsiniz də, beləsi bir-birinə sözləri bir-birinin dibinə qoyuruq, bir cümlə olur. Məsələn, deyirik ki, burada bunu dedim, yox, bunu yaxçı yetirmir, o birisini götürüm, o birisi söz qoyuruq. Söz dizimi olanaqları. Olanaq yəni imkanat. Bu imkanat yerinə olanaq deyir. İmkan yerinə, imkanlar yerinə olanaq. Yəni, məsələn, biz bir cümləni qurmağı 10 cürə, 20 cürə, 100 cürə bir cümləni qura bilərik. Uzun qura bilərik, qıssa qura bilərik. Hərəsini quranda cümlənin formu dəyişilər. Bir dənə istirik, məsələn, hərfi rəfti qoyaq ortaya, o cümlənin formu dəyişirək. İstirik qoymayaq, dəyişdirər. O nə olur? Cümlə dizimi, sözlərin bir-birinə düzülmək sırasını dəyişdirə bilər. Onalaqları dedik, olanaq, yəni olmaq imkanları, olmaq vəziyyətini dəyişdirə bilər. Duygusal vəziyyətin, yəni o biz duygularımız, hissilərimizi də o kitablardan, o şeylərdən alırıq. Onları da dəyişdirir. Və gizəmli anlamları. Mən gizəmlini dəqiq bilmirəm, nədir? Doğrusunu desək, gərək dikşineriyə baxam. Amma yəni, nəzərimə gəlir ki, içsəl hisslərimiz, gizli, gizəmli, onu deyirik, rahatca görsənməyən. Gizəmli anlamları anlatacaq və bizim o deyir gizli anlamları, mənaları, düşüncələri, fikirləri, duyğuları, bunları, hər nəyi anlatacaq. Onları biz birinə anlatmaq üçün yeni yetənəklərə də gərəkir. Yeni yetənək, təvanayı farsça. Yeni yetənək, yeni bir başarı. Deyir, ona da yetənək, gözəl kəlmədir, yetişməkdandır. Yəni, belə bir çıxışımız da ola biləcəkdir. Zərfiyyətimiz, yetənək, zərfiyyət lazımdır. Gərəcəkdir, yəni lazım olacaqdır ki, belə bir şeylər olur. Pəs biz dili çevirəndə fəqət dili çevirmirik, dostlar. O dildən bu dilə çevirmirik. Onun sözlərini alırıq, onun sözlərinin nə cür bir-birinin dibində düzülməsini alırıq, onların duyğularını alırıq, onların fikirlərini alırıq və onlara tay düşünürük. Yəni, indi biz baxın, məsələn, əlbəttə təəssüflə İranda düz tərcümə eləmədikləri üçün biz dünyanı fars görürük. Yəni, fars kimi görürük. O halda ki, əgər dünya fars kimi olsaydı, biz də dünyaya bənzərdik. Biz dünyaya bənzəmirik, dalı qalmış, geri qalmış bir nə cür tohinsiz deyim, çox geri qalmış bir millət o. İran olaraq, İran içində yaşayan insanların hamısı belədir. Biz türklər də geri qalmışıq. Yəni, çünki biz bir sistemin parçası olmuşuq artıq. Yəni, dedim, biz indi fars sistemi ilə necə düşünürük, dəqiqən kitabı tərcümə eləsək, həylə sisteminə. Yəni, həylə bir sistemi fikirləyin ki, bu onu deyir. Baxın, indi biz İranda buna görə ki, bir elmi sistemi, hünəri sistemi falan türk dilinə oxuyanda biz nə edirik? Tərcümə edirik öz zehnimizdə. Amma onun duyğusunu alırıq, onun sözlərini alırıq, onun cümlə quruşunu alırıq. Baxın, elə normal budur. Bizim şeirlərimiz onların şeirinə. Yəni, biz şeir qəzəl dediyimiz yerə hafizə bənzəyir. Yoxsa şeir qəzəl deyil. Niyə? Çünki farsınçıdır bu. Bunu görsədir ki, biz dostumuz bunu çox aydın deyir ki, biz əgər, məsələn, farsdan kitabları oxuyuruq və oradan düşünürük, oradan dilimizə tərcümə edirik, biz ona bənzirik. Deyiblər, decinən yoldaşın kimdir, deyim sən kimsən? Dəqiqən odur, yəni sən kimin, hangi toplumun kitabın, fikrini oxuyursan, onun duyğuları ilə ilgilisən, onun tay olursan. Onun üçün biz İranlılara çox bənzirik. Yəni, İranlılar faşistlər, bunda qətiyyən söz yoxdur. Biz də faşizmin bir parçasıyıq. Özümüzü qırağa çıxmayaq. Çünki 100 ildir faşist tərbiyyət olan bir millətin bir parçası da bizik.
Və onlar mübarizə eləyək, onların yolu ilə mübarizə edirik. Onların yolu ilə, onlar deyir, məsələn, dinlə danışırlar, biz də din ilə danışırıq. Məsələn, adamlar istəyirlər ki, ana dilimiz cəlibdir. Mən dünənlərə ana dili haqqında bu illəri bu korona qoymadı, Cunas TV-də bağlı oldu. Biz bu haqda çox danışa bilmədik. Bilmirəm Cunas TV başlayıb ya yox. Amma baxmıram, yəni ona gündə xəbərim yoxdur. İşə başım məşğuldur, çörək çıxartmağa məşğuldur. Amma baxın dostlar, ana dili bir doğulma haqqıdır. Bu iki bir dilin gücü var ya yoxa bağlı deyil. Yaxşı ağa, türk dili çox zəif bir dildir. Elmi dil deyil. Sənə nə? Mənim ana dilimdir. Sən eləyə bilməsən deyəsən ki, sən ana dilində dərs oxuma. Ehtiyacı yoxdur, deyək ki, farsdan güclüdür ya güclü deyil. Məsələn, farsda rəbti yoxdur. Fars sözü bir ayrı dildir, bir ayrı millətdir. Bu dəlil, əsəbin heç dəlil ola bilməz. Çünki Amerikanın dili güclüdür, biz də öz dilimizdə dərs oxuyaq. Dəlil deyil. Çünki farsın dili zəifdir, biz öz dilimizdə dərs oxuyaq. Yox. Ağa, bu dil mənim haqqımdır, qutuldu getdi. Mən bu dildə dərs oxumaq haqqımdır. İndi buna Allah deyibdir, dinlər belədir, dillər belədir. Allah deməsə də bu cürdür, desə də bu cürdür. Allah deseydi məsələn, yox, dilinizi fars eləyim, biz gərək dəyişdirəydik. Yox, Allah Rəbb yoxdur. Allah nəkarədir. Bizim adamlarımız çalışırlar ki, İran düşüncəsi ilə İranlıları təfhim eləyirlər. Olmur, təfhim olmur. Çünki indi biz 30 ildir, 40 ildir elə həman dil ilə çalışırıq da, ağa. Mən fars dili ilə, fars düşüncəsi ilə çalışdırırım. Həman nəticəni verir ki, farsda vardı. Yəni 40 ildir heç zət dəyişməyibdir. Çünki sən həman şeyi təkrar edirsən ki, o, onun zehnindədir. Yox, burada değişik bir sistemi danışacaqsan ki, değişik təsir qoysun. Sən eləyə bilməzsən, deyəsən ki, mən dəfələrcə demişəm, baxın, İran sistemi, o İran sisteminə geçməyək, elə bu dil məsələsində qalaq. Dil məsələsi fərq etməz ki, müsəlmansan, kafirsən, Yahudisən, Məsihisən, kafir ki, öz-özünü işlətməyək. Müsəlmansan, Məsihisən, Yahudisən, Ermənisən, Çin dinində dinlisən, Japonlusan ki, şahı Allah bilir. Hər nə mənə, hangi dildə olursan ol. Hangi dilə və təməddünə təəllüqün var, varsın, mənə nə? Nə qədər cəmiyyətin var da, dilin səninlə, mənim dilim özümə gözəldir, qutuldu getdi. Mən bu dildə oxumalıyam, mən sənin dilini oxumamalıyam, illa bu ki, özüm, göylüm istəyədiyəm ki, mən gedirəm yana fars arvadımla evlənəm, onun dilində bilim. Ya da ki, evlənəm deyirəm, sən mənim dilimi öyrəş. Ya gedərəm, bir nəfərlə ticarətə girərəm, deyirəm, mən sənin dilimi bilim, ya da deyirəm ki, sən mənim dilimi öyrəş. Yəni, ya da hər ikimiz bir-birimizin dilimizi bilək. İndi bizim İranda bunların hamısı, görsə türklər, farsların evləniblər, arvadı alıbdı farsdan, hamısı farsı danışır. Farslar gəliblər, arvadı alıblar türklərin, hamısı arvadlarımız farsı danışır. Niyə? Bir o sistem dedim, o sistem fikri düşüb bizim zehnimizə. Biz hər şeyimizi fars sistemi şeklində fikirləşirik. Bunun üçün də fərq eləmir. Bunun üçün də qabağa gedəmirik. Çünki biz sistemin içində baxın, bir dənə heyvan vardı, çiçi, siçana bənzir. Onu salırlar bir dənə bir qəfəsə. Qəfəsin içində bir təyər var, təyər kimi bir şeydir. Bunu qoyurlar onun içinə, yemək verirlər, yiyir, onun içində qaçır. Və bu çox hızlı qaçır, əcibə hızlı qaçır. Cəlib budur ki, deyir, bəlkə bu çıxacaq buradan. Ehtimalən belə düşünür da ki, mən bu sürətlə qaçıram, buradan çıxacağam. Amma o bir yerdə durubdur. Məsələn, 2 santimetrin içində qaçır, amma çünki o təyərin içində qaçır və təyər bunun əli ilə fırlanır. Belə onun içində qaçır. 1 saat qaçır, 20 dəqiqə qaçır, 100 girən bəzisinin ağırlığını azaldır, amma sonunda baxır, görür ki, elə mən həman yerdəydim, elə 2 ayağımın arasındayım, oturan yerdə 2 ayağının arasında oturur. Yəni, qaçanda biraz uzanır, amma yığılanda yığışır, oturur resətdə. O dəstgah duranda, təyər duranda, düz onun ortasında oturur. Yenə həman yerdə oturur ki, başlamışdı. İndi biz də dəqiqən bu sistemə düşmüşük. Sistemi fikrimiz 100 ildən sonra fars fikri sistemi, düşüncəsi sistemi alıb, onun tayı fikirləşir. Onun üçün hətta mübarizə yollarımızda onların yolları seçirik. Aha,
hangi silahdan istifadə eləsən nəticəsi o olacaq. Onların getdiyi yolla getsən nəticəsi o olacaqdır. Biz fərqli yol getməliyik. Məsələn, ərəblər, bəluslar, şürdlər filan deyir, ağa mən fərqli yol gedirəm. Silah götürürəm, mən silahla savaşacağam. Yenə də onun savaş dili ilə gedir. Amma ayrı bir yol tapa bilmədiyi üçün, fikir yolu tapa bilmədiyi üçün, silah yolu tapa bilmədiyi məcburdur onu götürüb deyib, hələf elə sən məni öldürsən, mən də səni öldürəcəm. Öldür, öldürüm. Bu düşüncəsi var. Yenə də farsdan alınıbdır. Amma fars ayrı bir yerdə qoymur dostlar. Bunu da baxaq. Çıxış yolu qoyur ya yox. Yox. Elə o siçan kimi dedim salıb dəstgahın içinə. Bizə deyir ki, sən azadsan, bunun içində qaç. Amma mən orada elə həmişə oradayam. Sən azadsan burada. Yox, biz baxın, dilimiz dəyişilir. Dilimiz dəyişmir fəqət. Düşüncəmiz dəyişir, duyğularımız dəyişir, insaniyyətimiz dəyişir. Yəni, fars sistemi bir insaniyyətin bir yaşam sistemidir, təməddünüdür. Və o dili örgəşən, o sistemdə yaşayan, onlar kimi yaşar. Ayrı cür yaşamaq başarmaz. Çünki zehnində fəqət yaşam yolu budur. O halda ki, bir nəfər oradan çıxsa getsə Türkiyəyə, Azərbaycana, Türkmənistana, Qazaxıstana bir türk kimi yaşar 10 il qalandan, 20 il qalandan sonra. Gəlsə Amerikaya gələn, məsələn 2 aydan sonra türk kimi yaşar, bir dənə Amerikalı kimi yaşar. Çünki görər ki, müqavimət eləyə bilmir. Müqavimət yoxdur. Yəni mən burada otobusa minəmirəm. Tuvaleti getmağının fərqi var. Çörək almağının, çörək yemağının, dükana girmağının, dükanın çıxmağının fərqi var. Tamam, mən də bu fərqi yaşamalıyam. İranda da fərqi var, onu yaşırsan. Sən İranda oğurluq eləməsən, xiyanət eləməsən, yaşayanməzsən, onu deyilirsən, yaşırsan. Yalan danışma, amma burada yalan danışsın, 2 dəfə yalan danışsın, 3-cü dəfə tutacaqlar. Tutuldu. Bizim dostların biri Tireli işindədir. Amerika ilə Kanada arasında işləyir. Bu gedibdir, bir şeylər alıbdır özü ilə. 2 dənə alıbdır. Gəlibdir, polis bundan soruşub ki, yolda bir şey almısan, yadından çıxıb ki, alıbdır ya da istəməyibdir. Əvvəl deyibdir ki, yox. Sonra yadına görüb ki, istəyirlər axtarır. Yox, yox, bir şey almışam. Nə mən almışam? Məsələn deyirəm, mən bilmirəm. Bir dənə telefon almışam. Deyiblər ki, kağızın ver. Kağızın verəndə baxıb görürlər ki, 2 dənədir. Məsələn, niyə dedim bir dənə? Eyvay çırıxmışam. Bu qədər də çırıxmaq olmaz. Deməsəydin bir söz idi. Çünki artıq yadımdan çıxıbdı. Amma o zaman ki alırsan və istəyirsən bunu bir dana deyəsən, və deyirsən biz baxmayacağıq və biz indi baxsaq bəlkə 2-3 danadır. Göz adamı tuturlar, tutandan sonra indi adam deyir ki mən 5 saat yalvardım, ağladım ki mənim əlimdən təsdiqimi almayın. Mən eləyə bilim sürücülük eləyim. Mənim çörəyim buradan çıxır. İştibah eləmişəm. Bu iştibahı bir eləmərəm. Deyir ki, nə qədər cərimə oldum, yadımda dəyər dostumuz deyir ki, çox ağır cərimə oldum, amma sevinirdi. Mənə zəng vurmuş ki, hazırdım 2 ayımın gəlirin alalar, amma mənim əlimdən təsdiqimi almayarlar. Mən eləyə biləm, işləyəm. Bu cürdür. Mən bir dəfə də dedim, mənim oğlum burada bir cəriyana qatışdı, siyasi cəriyanlara qatışdı və bu siyasi cəriyanda hətta mən apardı bir vəkillə danışdıq, vəkil mənə dedi ki, bu cür olmaz. Dedim, onlar ağa, belə olmaz. Onlar dedi, yox, olmaz, nigaran olmaz. Mənim oğlum sonra tutuldu, getdi zindana. İndi 16 ildir buradadır. 10 ildir, 12 ildir dadgahdadır işi. Qutarmıydı. Və heç işdə görənmir. Yəni, zorla bunu danışqı hazırda əlbəttə gedirdi üçün onu getdi, amma idamə verənmədi. Çünki burada bir sistem qoyublar. Sən yalan danışdın, bir şeyə girişdin ki, qeyri-qanunidir. Çünki orada fərq eləmir. Polis də girsə həman müşkül var. Məsələn, həman məsələdir ki, mənim oğlumda oğlum şikancı olmuşlar. Bunlar 30-40 nəfər şikancı olmuşlar. Orada polis bu şikancı deyəndə yəni vurmuşlar, döymüşlər. Bu məhkumda şikancı olmuşlar. Yoxsa əmdən şikancı yox. Orada tutanda vurmuşdular. Çox da pis vurmuşlar. İnsafən məsələn mənim oğlumun 60-70 dənə yerdən yarası var idi bədənində. Dadgah onları polisi məhkum elədi. Mən yadımda deyil, neçə milyon dolara məhkum elədi, amma o pulları məcbusu polisin hesabından alınacaq, veriləcəkdir şeyə. Bu adamlar şurada şürək yiyiblər. İstəyirəm deyəm ki, yəni, burada sistem qoyulubdur. Sən bu sistemlə yaşırsan. İranda da o sistem qoyulub, o sistemlə yaşırsan. Adamlar istəyirlər ki, bir yerə istihdam olurlar. Çünki o istihdam olmağın 1000 dana faydası var. O cümlədən bahlara. Məsələn, rahatca ixtilas edə bilirsən. Çünki heç o ixtilasın biri buradır. Vam götürə bilirsən.
Çünki özün bahdə işləyirsən, mən burada işləyirəm, hüququm da gəlir, bilirsən, nə qədər də götürə bilirsən. Götürürsünüz, hər halda bir-birinizə də köməklik edirsiniz orada. Hamının əli oğurluqdadır. Götürə bilir. Yəni mənim də haqqım gərək bankın işləyən haqqı qədər ola, amma olmur. Eyni halda, məsələn Kanadada, Amerikada siz bəzi yerlərdə işləsəz, o yerdən heç sadalanmazsınız. Ya o yerin imtiyazlarından hamıya verir, götürə bilməzsiniz. Məsələn, lotereya idarəsində işləyirsiniz. Lotereya siz alanmazsınız. Xanımın alanmaz, uşaqların alanmaz, nənəndədən alanmaz. Niyə? Alsalar da onlara verməzlər böyük caizə çıxsa, kiçik caizə çıxarlar. Niyə? Çünki deyirlər ki, ola bilərsən təqəllüb eləyəsən, ona yetirmirsən əlinə. Beləliklə, yeni türkcə həm ən yüksək düşüncələri, həm də ən içdən və özgün duyuşları anlatma gücünü qazanacaqdır. İndi deyir o, baxın biz indi mütəəssifanə bunun tərsəsi olur İranda bizim üçün. Amma Türkiyədə deyir ki, beləliklə, yəni biz o kitabları, ən başda gələn kitabları, hər sahənin hər başda gələn kitablarını tərcümə eləsək, onları tərcümə eləmirik. Bəlkə onların duyğuların, söz düzüşün, filanın, bəhmanın hər şeyini alırıq. Deyir ki, indi beləcə yeni türkcə bu işlə, beləcə yəni bu işlə yeni türkcə, taza bir türkcə ki, məsələn Güney Azərbaycanda biz yaratsaq, həm ən yüksək düşüncələri, həm o hər sahədə yüksək düşüncələri alacaq, həm də ən içdən yəni duyğularımızı, ən içdən və özgün yəni azad, sərbəst duyuşları, hissləri anlatma. Yəni mən sizə o bizim eşqi biz indi 1000 ildir İranda eşqi tərif elirlər, yazırlar, hər kəs də eşqi yazır. Bir nəfər tapmazsınız ki, eşqi indi soruşun deyin, ağa eşqi mənə tərif elə deyə bilməz. Yarı tərif elə deyə bilməz ki, yar nədir? Zülfiyarı tərif elə deyə bilməz ki, nədir? Çünki Zülfiyar məsələn əcəba birinin gücü olmasa ona Zülfiyar deyə bilməyəcəyik. Yəni məsələn duyuşları anlatma gücünü qazanacaqdır deyir. Dilimiz bunları da qazanacaqdır. Ki bu eşq nədir bunu deyək. Tərcümə sırasında yurdumuzda büsbütün yeni olan bir çox qavramlara və anlamlara rastlanacağından bunlar üçün qarşılıqlar bulmaq gərəkəcək. Bunun üçün nə yapmalı? Deyir ki, indi tərcümə eləyəndə, tərcümə sırasında, tərcümə bilirsiniz də, yəni sıra nə deyəndə, bir dənə kitabı əvvəldən başlayırıq, səfər, sətir, kəlmə, sətir gedirik başa. Bu sıradır, yəni bir kəlmədən o birisi kəlmə, bir cümlədən o birisi cümləyə keçirik. Tamam, bu sıra olur, növbət. Ərəbcə sözdür, növbət. Tərcümə sırasında, yəni tərcümə halında, tərcümə durumunda, yurdumuzda, vətənimizdə büsbütün, yəni kamil, nəqsisiz, kamil başdan başa yeni olan bir çox qavramlar, yeni taza ki farscadır ya, onun türkçəsi yeni olan bir çox qavramlar, düşüncələr, mənalar, zehnimizdə olan məna, təcrübə ya zehnimizə kitablardan gətiririk. Yəni yoxdur, bu qavramları o kitabdan alırıq, gəlir zehnimizə, amma bizim dilimizdə ona məna yoxdur deyək. Bir qavram alırıq, burada bir şey yaratmağa çalışırıq. Amma o dildə alırıq. Diqqət verin, o dilin sözü bizim zehnimizdə bir qavram yaradır, bir düşüncə yaradır. Amma o düşüncənin türk dilində ona bir söz muadil, yəni ona tay bir söz yoxdur ki, onu deyəndə o qavramı getirdi adamlara. Tamam, onu deyir. Yeni olan bir çox qavramlara və anlamlara, anlamı da elə o içindədir, qavram və anlam. Onların içindədir, mənalar rastlanacağından, deyir, üzbəyüz gələcəyik. Rastlanacaq, yəni üzbəyüz gələcəyik onlarla. Bunlar üçün, o qavramlar və anlamlar üçün qarşılıqlar, indi biz onlar üçün ki, dilində yoxdur, qarşılıq, yəni tay tapmalıyıq, bulmaq gərəkəcək, yəni bulmaq, yəni tapmaq. Onlara tay tapmaq gələcəkdir. O nədir? Bunun üçün nə yapmalıdır? Deyir, indi buna nə eləməliyik ki, biz tamam
Məsələn deyirik ki, məsələn filan filsufun kitabını oxuruq. Bir dənə kompüter elmindən bir kitab gətiririk, top kitabı. Məsələn MS-DOS var idi bir zaman, onun kitabları. Ya indi Windows, nə bilim Mac filan, bunların hərəsi bir elmidir da, bir həm elmdir, həm texnoloji və mədəniyyətin əsərləridirlər. İndi istəyirik bunu gətirək. Bizim dilimizdə bunlar yoxdur. Nə duyğuları var bu duyğular? Çünki bu kitabda bu kitabın sözcükləri yaratdı bizim zehnimizdə. Amma o dildədir indi feilən bu sözcüklər. Biz bu hissə, duyğuya, təcrübəyə türkcə istəyirik müadil tapaq. Bunu istəyir. Nə etməliyik? Öncə bu anlamların kəlmələri yazı dilimizdə yox olsa da alt ismiləri dilimizdə çoxdur. Deyir ki, əvvəl başda deyək ki, bu anlamların çox kitablardan gəlir. Kəlmələri yazı dilimizdə yox olsa da, deyir ki, yazı dilimizdə mümkündür ki, əlifba ilə kitablarda yazmış aydın ki, deyir ki, o dilimizdə bunların müadili olmaya, tayı olmaya. Kəlmələri yazı dilimizdə yox olsa da, deyir, olmasa da alt ismiləri, alət ismiləri, ərəb əlifbası türkçəni oxutmur. Alət isimləri deyir ki, vəsail adları, məsələn, kompüter deyək ki, bir şeydir, bir iş görür. Telefon bir iş görür. O birisi deyir, bunların alətdirlər, bunlar vəsilədirlər, insan onlarla bir iş görür, ya bir fayda götürür, ya rahatlaşır. Deyir ki, bunların ismiləri, adları dilimizdə çoxdur. Deyir, dilimizdə bunlara ad var. Coğrafi durumları anlatacaq kəlmələrsə olduqca çoxdur. Amma deyir ki, coğrafi, yəni yeryüzünün, istəyirik yeryüzünə haqqında kitabları tərcümə eləyək. Deyir ki, onların coğrafi durumları, vəziyyəti anlatmaq üçün anlatacaq çox kəlmələr var. Türk dilində çoxlu kəlmələr vardı. Coğrafiyayı, yəni toprağın üzündə, yerin altında olan, yerin üstündə olan bunları anlatmaq üçün sözlər çoxdur. Olduqca çoxdur, yəni çoxdur. İçdən duyuları sezdikcə duyğusal kəlmələrimiz də olduqca vardır. İçəridəki hisslər üçün, duyğular üçün də deyir, istədikcə kəlmə var. Diqqət buyurun, bunları deyir. İçdən duyuları, içəridəki hissləri, duyular, hissləri sezdirəcək. Sezdirmək nə demək? Süzdürməkdir. Süzmək nədir? Əgər yadınızda olsa, məsələn biz şoru, pendiri zadı tökərək bir torbaya, sıxarıq su o parçaların arasından, o torbanın tikişlərinin arasından zərif yerlərini süzər, nazik çıxar, zorla da çıxar. Yəni, yavaş çıxar, birdən genəşi gəlməz. Bir var ki, suyu belə, məsələn, bir kasa suyu çevirək dövşaldaq. Bir də var ki, bunu tökək bir dənə parçaya, yavaş-yavaş bunu qoyaq damcılasın. Sızmaq budur. Sızmaq çox zərif və yavaşdır demək olar. Və riz. Deyir ki, onu istədi işarə eləsin. İçdən duyğuları sizdirmək. İndi mən istəyirəm ki, eşqimi sizə görsədəm. Bunu nə cür su kimi açıb qabağını tutmaq olmaz ki? Yox. Bunu içəridən onu sızdırmaq zaman aparacaqdır ki, bir nəfər bilər ki, mən aşiqəm ya yox. Əlbəttə, indi eşqi müadil eləyiblər, mütəəssifanə ya xoşbəxtanə, kado ilə, paltarla, bir şey almaqla. O halda ki, kadonu alıb verə bilərsən, amma aşıq olmazsın. Eşq o deyil. Amma bizdə müadil belə yaradıblar. Deyir ki, sən mənə təvəllüdümə gəlmədin, niyə? Sən mənə məhəbbətin yox idi, eşqin yox idi. Ona görə təvəllüd kadosu almamısan. Amma ola bilər ki, bu xaricdə o cür deyil. Məsələn, indi fikir edin ki, mənim doğum günümdür. Məsələn, bir dənə Kanadalı dostum var. İstəyir gəlsin, məni görsün. Neyniyəcəkdir fikirsiz? Mümkündür ki, $1. $1 Türkiyədə adı 1 milyon idi. Yəni, 1 lirlıq. Gedir oradan, məsələn deyirəm, bir dənə plastik üzüyü alır. Plastik. $1, $2 vermir. Ya məsələn, bir dənə şəm alır. 6 dənəsi $1'dır məsələn. Onu bir dənəsini alır, gətirir. Özünün də işmağını alır, özünün işmağını da alır ki, gətirir ora. Salam aleyküm, salam aleyküm. Hamı kadosunu çıxardır verir, bu da bir dənə şəm çıxardır qoyur ora. Deyir, yandırır.
mən səni sevirdim. Elə bu iki gəlmişəm özü eşqi göstərir. İndi mənim cibim o eşqi müşəxəs eləməz. Çünki pulum olar ya olmaz. Ya istərəm alaram ya istəmərəm almaram. Dəlilim vardır. Mən pulumu istəmərəm bura xərcləyəm. Məsələn, lazımdır sabah gedəm dolanmağa. Mən bu pulu bu günləri xərcləsəm sənin doğum günü var, sabahları dolanmağa gedəməyəcəm. O halda ki, o dolanmaq mənə lazımdır ki, ruhiyyəm rahatlaşa, gəlib evimdə 1 ay, 2 ay, 5 ay dava eləməyəm. Diqqət buyurursunuz. Bu qədər bizim sistemlərimiz fərqlidir. İranda bu cür eliblər. Sən məni çox söysəm təyyar olarsan. Ağa mən sevirəm amma təyyarıya gücüm çatmaz. Maşın alam, doçarxıya belə gücüm çatmaz. Niyə məni zora mindirirsən, borca salırsan filan bəhman ki mən sənə sabit eləm, səni sevirəm. Yəni mən səni sevmək üçün, eşqimi sabit eləmək üçün nə etməliyəm? Borca girməliyəm. Bu anlamların fərqini istəyirəm deyəm. Dedim, məsələn, burada bizim dostumuz gəlir, adam deyir ki, məsələn, içəridə qonaq gəlir, ona mən gərək xidmət eləyəm. Amma o halda ki, burada qonaq gələndə, məsələn, doğum, təvəllüd günüdür, doğum günüdür, ad günü Azərbaycanda deyirlər, gəlir, adam görsün, gedir, abcosunu da aldı, içkisini də aldı, gəldi. O şəmin qoydu miz üstə, ya o plastik yüzüyünü çıxartdı, saldı, dostunun parmağına. Ya məsələn deyirəm, özü ilə dostunun əhsin çap eləyibdir. Özü ilə dostunun əhsin çap eləyib gətiribdir, kado verdi. Buyur, bu mən şeydir, səndən mənim bir yadigar əhsin var, dəriyə getmişdik. Onu verdi buna. Bu məsələn onun ən böyük kadosudur və eşqidir. Eşqi pulla ölçürük İranda. Sən nə qədər çox cəşni tutsan, nə qədər çox qonaq çağırsan, belə, mümkün də əslən heç mən istəməyəm qonaq gələ. İstəyəm sənlə mən ikimiz olaq burada oturaq. Mən səni öpəm, sən biləsən ki, əlov öpəm ya iyiliyəm səni. Sən biləsən mən sənə aşiqəm. Və fəqət deyəm ki, nə yaxçı ki varsa, yanımdasın. Onun üçün deyirəm ki, içinə onu sızdırmaq məsələsini istədim. Sızdırmaq bu qədər çoxdur. Məsələn, zutpəz var idi İranda. Hələ adı zutpəzdir də, mən zutpəz deyirəm. Bilmirəm, adı ayrı bir yerdə nə idi. Bizdə də, yox, ayrı adı var idi, elə bir türkçədə, amma yadımda dəy nə idi. Hər halda, onu ağzını bağlarlar. O qeynəməsə, onun ağzı biraz qalxıb, o başında bir fişək kimi var. O qalxıb, oradan bir hava sızmaz eşiyə. Sızmaq əhələ bir şeydir. Yəni, çox çətin sızar. Amma deyir ki, içdən duyuları, hisslərimizi sizdirəcək, eşiyə verəcək, sızdırmaq, sizdirəcək duyğusal kəlmələrimiz də çoxdur. Duyğusal dedim, ehsasata görə bağlı, duyğularımıza bağlı kəlmələr də çoxdur, olduqca çoxdur. Vardır ya, olduqca var. Demək ki, termlər və yeni anlamlar üçün öncə xalq dilinə başvurmamız lazımdır. Deyir ki, demək bəs, bu demək ki, bəs bu cürdür. Termlər, elmili ya teknoloji termləri və yeni anlamlar ki, taza gəlir, onlar üçün öncə xalq dilinə başvurmaq lazımdır. Öncə millətimizin dilinə getməliyik. Görək ki, orada filan şeyə nə deyirlər, o duyğulara görə olan sözləri alaq, oradan xaricdən alınca onların birinə yaraşdıraq və ondan sonra ondan gətirək deyək. İndi bunu açır. Bu qaynağa baş vurduqdan sonra bulamadığımız yeni anlamlar qalırsa, o zaman türk ədəbləri, çəkimləri və tamamlama quralları ilə yeni kəlmələr yaratmağa çalışacağıq. Deyir ki, indi gəldik bu qaynağa baş vuran olsa, qaynaq dedik xalqımızın dili. Məsələn, kətdə, şəhərdə, eldə, obada danışılır. Onların dilinə baş vurandan sonra, bu qaynağa baş vurduqdan sonra bulamadığımız yeni anlamlar qalırsa, əgər bulamadığımız bir anlam vardı ki o kitablarda, millətin içində ona tay söz bula bilmədik, tapanmadıq. Bulamadığımız yeni anlamlar, dedim, qalırsa, o zaman neyniyəcəyik? Türk ədədləri, dedik, ədədlər gələrlər, bir kəlməyə yapışarlar, hərf idilər, 1-2 hərf idi, ya 3 hərf idi, onlar kəlməyə yapışarlar, məsələn. Kəlmənin mənasını deyişlər, çəkimlər, fikrim şey oldu, yadımda deyil nədir.
və tamamlamalar, yəni tərkiblər quralları ilə, yəni bunların deyir türk dilinin quralları ilə, bunların vasitəsilə yeni kəlmələr yaratmağa çalışmalıyıq. Bir kəlmələr yapışdıracağıq, yəni iki kəlməni bir-birinə yapışdıracağıq, ya bir ədatla bir kəlməni yapışdıracağıq, ya çəkici bilmirəm nədir. Çəkici kəlməsini o vaxt keçən dəfə də fikir edirəm, deyə bilmədim. Bilmirəm nədir. Çünki ədəbi dil oxumamışıq. Bunları yapışdır bir-birinə, bunlar bizə bir yeni kəlmə düzəldəcək ki, o söz düzəldəcək. O söz eləyə bilsin, o ifadəni, o ayrı kitabda olan ifadəni versin. Bu arac da yetişməzsə, arac dedik nə mənə? Vəsilə. Vəsilə ərəbcədir, farsda giribdir və farsdan da gəlib türkçəyə vəsilə olubdur. O halda ki, bunun müadili türkçədə aracdır. Aracılıq, aramaçılıq da bundandır. Vəsilə, bu arac da yetişməzsə, yəni bu da yenə də bu vəsilə ilə də eləyə bilməsək, düzəldək bir şey, o fikrə yetişməzsə, yəni ona o xaricədə kitabda tərcümə olan fikrə yetişməzsə, o zaman nə etməliyik? Zorunlu olaraq, məcbur, zorunlu, məcbur kəlməsini, zorunlu olaraq, yəni məcbur qalsaq, ərəbcə və farscaya baş vuraraq bunlardan yeni kəlmələr alırıq. Deyir, onda da məcburuq, ayrı yerimiz olmasa, onda farsdan, yəni ayrı dildən ki, bilirik, adət eləmişik, öyrəşmişik, onda ondan kəlmə alarıq, ondan bir şey düzəldərik. Farsca və ərəbcə baş vuraraq, onlara deyir, gələrək onlara baş vuraraq, bunlardan yeni kəlmələr alırıq. Bunlardan bir kəlmələr alarıq, gətirib qatırıq dilimizə. Fəqət burada amma, bu şərt ki, bu şərtlə ki, alacağımız kəlmələr tamamla halında bulunmamalı, tamamən tamamlama halında bulunmamalı. Deyir, bu şərtlə ki, alacağımız sözlər, farsdan ya ərəbcədən ki alacağıq, o sözlər tamamlama halində, tərkib halında, mürəkkəb kəlmə halində bulunmamalı, olmamalıdır. Tək kəlmə halında olmalıdır. Bir kəlmə, yəni bəsit olmalıdır. Biz mürəkkəb kəlmələrdən almayacağıq. Məsələn, deyirik ki, nə mənə deyirlər bunlar? Rayani. Rayani. Rəyani. Fikirən belə bir kəlmədən düzəldiblər. İndi, bunu, məsələn, mürəkkəb kəlmə deyir, bunu almayacaq. Çünki mürəkkəb kəlmədir. Gərək bəsit ola. Tək kəlmə halında olmalıdır. Məsələn, əvvəlcə elmi mənafiül əza deyilən fizyolojiyə indi tək kəlmə ilə qərəziyyat deyilir. Deyir, qabaqcan, məsələn, bir dənə misal verir, əvvəlcə qabaqcan, bir dənə elm var idi, adı nə idi? Elmi mənafi'i əl-əza. Əzanın mənafi elmi. Bu dənə şey idi, yəni, məsələn, qol, qıç, göz, baş, burun, bunların mənafi'i nədir? Belə bir elmi var idi. Deyilən fizyolojiya, fizyoloji dedik bədən, buna bir, indi nə deyilir? Tək kəlmə ilə qərəziyyat, qəriziyyat deyilir, qəriziyyat. O üç kəlmənin yerinə elmi, mənafiil, əzanın yerinə deyilir qəriziyyat, qərizə. Buna qərizə deyilir. Acaba qərizədən mənzurları fitrətdir, fitrətdən mənzurları qərizədir, bilmirəm. Qəriziyyat deyilir. Yəni, deyir ki, bir kəlmə deyilir. Qəriziyyat üzrə iki dənə ədatla cəm olub, qərizə və at. Onu indi bəlkə işarə eləyəcək, bəlkə yox. Deyir ki, bunun kimi elmul ərz, ərziyyat, jeoloji deyilir, jeoloji yazılır şeydə, Türkiyədə. Elmul ərzə nə deyirlər bunları? Ərziyyat. Ərziyyatı burada əliflə yazıbdır, dostlar. Ərziyyat. Qələt yazıbdır. Ərəb əlifbası ilə yazılanda eyni ilə yazılır. Ərz sözüdür bu. Ərziyyat. Çünki siz kəlməni ya gərək onu yadasın ağa, yerlər, yerlə ilgili, yersəl, yersəl. Ya gərək bunu deyəsən, ya da istəyir ərziyyat yazırsan, kəlməni düz yazmalısan. Çünki onun əliflə yazılmır. O eyni ilə yazılır. Ərz kəlməsindəndir. Çünki, məsələn, biri bunu bilməsə, deyər, bəlkə bu ərz taza bir kəlmədir. Hey, axtarıcı bu lüğətnamədə tapılacaq, tapılmayacaq, bilməyəcək, nə mənədir?
Elmul ərz məzərət istəyəm əlif lamla deyilə. Düzdür, üzürsəm. Ərz əlif lamla, əlif iləndir. Ərz, ərziyyat düz yazıbdır. Mənim niyə ərəziyyatının iştibah salmışam? Elmi həyat, yaşam elmi. Elmi həyat, ona da həyatiyyat deyiblər. Biyoloji. Bioloji, can, bədən. Elmi ruha nə deyiblər? Ruhiyyat, psixoloji deyirlər indi, psixoloji deyilir. Deyir ki, baxın, görün o tərkibətləri neynədir? Bir dənə kəlmə qoydular, ərəbcədir, amma bir dənə kəlmə qoydular. Bugün ərəbcə yat ədatı ilə bütün yeni bilimlərə qoyulacaq ismlər taxıla bilirik. Deyir ki, diqqət buyurun, buna gəldi. Deyir ki, bu günləri, yəni indi, bu əsrdə, bu çağda ərəbdə bir ədat var. Ədatın nədir? Əlif, T. Axirə gəlir əlamət cəmdir. Əslində adı əlamət cəmdir. Bugün ərəb yat. Bilmirəm bu y-atı əlbəttə eləsə olur da. Bu çünki yat düzəldirlər ondan. Deyir, yat ədatı ilə bütün yeni bilimlərə, hər elmə, yeni elmə qoyulacaq ismlər taxa bilirik. Deyir ki, o yat kəlmə ərəbcədir, onu gətirib hər elmin əvvəlinə qoyub, axirinə qoyub, eləyə bilir ki, ondan bir elmi düzəldək lazım deyir, biz gedək, onu 200 kəlmə inidir. Asuriyyat, Misriyyat, Mövcudiyyat və bənzəridir. Hətta beləsi də gətirə ki, o elmlər ki, Asurilərə görədir, o elmlər ki, Misrilərə görədir, o elmlər ki, Cəmudiyyat, camidata görədir. Ya və bənzərləri deyir, bunların hamısını biz düzəldik, deyir, ehtiyacı yoxdur ki, bunları eləyək. Gedək, məsələn, bunlara 2 kəlmə gətirək. Deyir, elə olan Allah'ıq, belə süqərək. Bununla bərabər bəzi yabancı kəlmələri eynən qəbul etməmiz də gərəkdir. Üçüncü yol nədir? Üçüncü yol budur ki, deyir ki, əgər ərəbcə ilə də düzəlməsə, farsça ilə də olmasa, biz naçarıq ki, elə, yox, bu Almandan gəldiği üçün Almandan alaq, bu da Rusdan gəldiği üçün Rusdan alaq, Japonlar da buna deyirlər, Japondan alaq. Məsələn, Sony. Japonu bir sözdür, bilmirik nə mənədir, onu elə Sony işlədirik. Bilmirik mənası düzdür ya yox, bizdə mənası var ya yox. Mümkündür söyüş ola, mümkündür bizim dilimizdə, məsələn, ziddi dini bir şey olsun, amma qoyublar, bizdə işlədirik. Məzda, filan. Bunların hamısı, mən mənasını bilmirik, amma çünki bunlar o dildə vardı, elə o cürsə alırıq, o cürsə saxlırıq. Bununla bərabər bəzi yabancı kəlmələri, bəzi yabancı, yəni xarici kəlmələri, sözləri eynən qəbul etməmiz gərəkdir, vacibdir. Yəni o nə cür deyil, onu cürsə qəbul etməliyik. Bunlarda 2 bölümdür. Deyir, bu xarici o sözlər ki, məcburuq qəbul edir, 2 bölümdür, 2 cürədirlər. Birinci bölüm, bu millətə və ya bir devrəyə ya da məsələyə məxsus özəl durumları anlatan kəlmələrdir. Deyir, birincisi budur ki, birinci bölüm bir millətə, bir millətə, Japon millətinə, Kore millətinə, Çin millətinə, Amerika millətinə, Rus millətinə və ya bir dövrüyə, ya bir çağa, bir yüzilliğa, bir məsələn cəngi sərt deyirlər də farsça, məsələn soyuq savaş dövrəsi, o bir dövrədir. Məsələn komünist dövrəsi Rusiyada, məsələn dağılma dövrəsi, Rusiyanın dağılma dövrəsi, məsələn bunlar dövrədirlər. Azərbaycanın istiqlal dövrəsi. Məsələn, geçən 100 ildə Azərbaycan müstəqil olubdur. Azərbaycanın, Güney Azərbaycanın müstəmirə dövrəsi, çağı. Bu bir dövrədir. Bunlar. Ya dövrəyə, ya da məsələyə. Məsələ də ki, hər nə mənə məsələsi desə, yaşam məsələsindən tutdu getdi. Bizim istimar məsələmiz, müstəmirə mədrəsə, ana dili mədrəsəmizin olmaması, bunlar hərəsi bir məsələdir. Məsələyə məxsus özəl durumları, özəl yəni vicə, məxsus, özəl, onların şeyidir. Durumları anlatan kəlmələrdir. Deyir, bunları anlatan kəlmələrdir. Kəlmələrdə nə olacaqdır? Bunlardan heç bir dilə çevrilməmiş, bütün dillər tərəfindən olduğu kimi mənimsəmişdir. Deyir ki, heç bir dilə çevrilməz. Tərsəsi budur. İranda mümkündür Fransəni çevirməyələr. Məsələn, elə ad nə mənədə onu deyirlər. Çevirmirlər. Amma türkcəni çevirirlər. Türkcəni tərcümə edirlər.
Dərbə Gəcil. Olan Gəcil qapısıdır bu. Bunu tərcümə eləməzlər. Bunun adı Gəcil qapısıdır. Bunu dəyişməzlər. Məsələn, biz burada biraz ədəbsizdir, amma misallı deyək. Məsələn, burada Kanadada bir şey var, şəlalə deyəlim adına. Bir su tökülən yer var. Niagara Falls. Bilirsiniz də, su oradan göydən tökülür. Bunun indi mənim türkçəsi yadımdan çıxdı bunun. O qədər türkçə danışmamışıq ki, hər şey yadımızdan çıxdı. Abşar farsdan yadıma gəldi, qaldı, getdi. Şurşur. Biz Qəradağda ona şurşur deyirik. O oradan yüksəklikdən su tökür. Bunun məsələn bir dənəsi onun yaxınlığında var, 35-40 kilometrində var. Çox üzr istəyirəm. Bunun adıdır. Pis deyil, yəni adını qoyublar, dəyişdirməyiblər də. İndi Balzfall. Daşşaq su tökülən yer. O onun adıdır. Dəyişdirmirlər. Yəni biz onu o mənaya çevirməyəcək. Elə Balzfall qutulu getdi. Yəni biz bunu da məsələn dedim bizim dilimizdə çox var. İt burnu. Məsələn bunun tərcümə eləsən it burnunu tərcümə elə məsələn mən nə mənə damıq səg. Yox, bu tərcümə olmaz, bu addır. Və bunun mənası da deməzlər ki, bunun mənası pisdir ki. Yox, bu millət buna ad qoyub, qutulu getdi. Sən buna hörmət qoyacaqsan. Bu elə eləyiblər ki, kəlmələr utanqac olublar. O halda ki, bu bədənin bir parçasıdır, utanqac bir şey yoxdur bunda. Döhdürlər oxuyanda qızlar, oğlanlar bir-birini dibinə girərlər, bimaristana, mərizi lüt elərlər. Bunun hər yerinə barmaqlarını soxarlar, əllərini soxarlar, baxarlar və heç deməzlər ki, bu pis bir şeydir. İttifaqən deyirlər, çox da mühüm bir şeydir. Bütün bədənin bir parçasıdır. Amma bizdə mütəəssifanə bunların üstünə qəzavət edirik. Onu misal vurdum ki, fəqət onu bilək ki, bu cürsə deyir ki, adlar tərcümə olmaz. Olduğu kimi, bütün dillər tərəfindən olduğu kimi mənimsənilmişdir. Tamam dillər qəbul eləmiş ilə fars. Fars fəqət türk dillər, Azərbaycanda, İranda olan şeyləri farslaşdırır. Niyə? Çünki istəyirsin ki, bura, məsələn, bu nəsl, bizim də nəslimiz, baxın, indi mən 4-cü nəsləm, 5-ci nəsl mənim uşaqlarım, 6-cı nəsl daha bilməyəcəkdir. Yəni, bunlar gözlürlər ki, 2 nəsli də ölsün, ondan sonra deyəcək, bura İrandır və burada Farsistandır. Memarini də dəyişdirirlər, hər şeyi dəyişdirirlər, dil də dəyişir. 6-cı nəslə qalmayacaq. Mənim nəvəm əgər İranda olsaydı, qətiən mənim də nəvəm Farsi danışacaq. Nəticəm bəlkə. Feodalizm, şövalyelik, feodalizm bir dövrədir, bilirsiniz. Xanxanlıq. İranda inkar eləməyə çalışırlar, amma İranda xanxanlıq vardı. Deyirlər, elə deyil, belə deyil. Dəqiqən eyni o şeydir ki, qərbidə var idi, o da bizdə var idi. Onlar da kəndi adamları ilə alıb satardılar, biz də kəndi adamları ilə alıb satardıq. Cəlib budur, mən nənəmlə danışırdım geçən gün, 1-2 gün bundan qabaq. Deyirdi ki, filan kəs, yəni öz dədəsi, xanla söz gəlmişdi, bilsə düz gəlməmişlər. Bizim kəndimizdən küsmüşdü, çıxmış getmişdi bir ayrı kəndə. Yəni, malın, yurdun tərk eləyəcək. Çünki onun üçündür. Sən hətta sahibi də olsan, çünki əksər yerləri onundur, sən onun, bu İngilisi dildə subject deyirlər. Sən onun subjectlisən, yəni onun əlaltısısan. Elə İngilistan şahına, mələkəsinə indi namə yazanda deyirlər ki, your subjects. Sənin əlaltıların, yəni sənin nökərlərin. Rəiyyət, biz bunu rəiyyət tərcümə edib, rəiyyət. Subjects, yəni your subjects, yəni sənin rəiyyətin. İndi İngilis dilində işlənir. Kanadadan məsələn yazanda bir namə, məsələn onu yazırlar ki, your subjects, yəni sənin serventin, nökərin. Hətta nökərdən də aşağı, serventdən aşağı, subject, serventdən aşağı da muhiyyət. Servent rəsmən nökərdir. İşlərdə server
o adam ki bir şey sırf verir. Yəni bir xidmət sizə irayə edir. Restoranda hər yerdə çinsin. Amma nökər subject daha aşağıdır. Subject sizin maşın mənim subjectimdir. Mənim mülkümdür. Your subject, yəni sənin mülkün, adamlar sənin mülkündür. Feodalizm dövrəsi İranda inkar edirlər, amma belə deyil. Şövalyelik, qəhrəmanbazlıq dövrəsi tamam tarixlərdə vardı, bizdə də vardı. Bizim böyük qəhrəmanlarımız var. Koroğlumuz var. Nəbimiz var. Pişəvərimiz var. Tazaya qədim. Məsələn, indi İranla o sərbazlarımız, cavanlarımız gediblər İran-İraq savaşında farsların göründə ölüblər. Onların məsələn adlarını çəkirlər, bizim filan kəslərimiz var idi. Elə bir ki, məsələn, mənim qardaşım ondan məsələn əski idi. Yox, elə mənim də qardaşım getdi, məfqud oldu, amma Rönesans dövrü, Rönesans yuxudan ayılmaq, ya qaranlıqdan durmaq dövrü. Reform, islahat dövrü. Jacobenlik, Jacoben Fransa'da bir dövrüdür. Bilmirəm nə dövrüdür, amma hər halda sosializm dövrü. Bilirik ki, bir şeydə Marksdan başlanır, bir dövrədir. Əlbəttə Marksdan qabaq başlanır. Bir təxəyyülü sosializmlər vardı, bir də ictimai sosializmlər vardı. Yəni onlar ki, eləyə bildilər. Məsələn, Marksdan sonra yavaş-yavaş bir icraî oldu da. Bolşeviklik, Rusiyada bolşeviklik var. Ki bilirsiniz, rəqiblərini öldürdülər. Özləri tək hizb olaraq davam verdilər. Aristokrat da silsilə məratibi və şey əsasında, pul və sərvət əsasında bir silsilə məratibdir. Necə deyək buna? Heç bilmirəm bunun müadili nədir? Demokratik, yox, demokrat. Bunu fikir edirəm qəşəng. Demokrat. Demokrat dövrü. Yəni millətçilik dövrü. Demokrat, millətçilik dövrü. Diplomat bir işdir. Siyasi işlə ilgili olan diplomatdır. Tiyatro nümayiş yeri və nümayişin sistemi. Əlbəttə elə indi burada sinamiyə də tiyatro deyirlər. Çünki orada bir şey nümayiş verilir. Roman, bu da bir şey, bir hikayə yazmağın adıdır. Ki bizlərdə var imiş qədim, amma bizdə bundan çox rəhli imiş. Bizdə qədim saz və sözlə nağıllar deyərmişlər və bu nağıllar mümkün də aylar və hətta bəlkə illər uzunluğuna çəkərmiş və bundan indiki bu romanlar ki yazıb bundan da çox dadlı, duzlu olarmış. Çünki bizim mən bunun birazdan şahid oldum. Radio Şah zamanı Urmiyə radiosunun axşamlar Şakiri adında biri var idi. Şahnamə deyərdi. Bir ikisi də var idi, ayrı nağıllar deyərdilər. Və cəlib budur ki, oxumaqları oxuyurdular, saz çalırdılar, alça-uca deyərdilər. Lazım olanda tərəf məsələn əsəbani olub durubdu, qılıncı çəkibdi, dədəvi yandıracağam. Onu indiki kimi demək, onu o cür qılıncı çəkdi başına, qışqıra deyərdi onu məsələn. Yəni bir hisslər, duyğu. Onu mən onu görərdim, yəni nəzərimə gələrdi. Bu adam əlan qalxdı ayağa, məsələn qılıncı çəkdi başının üstünə, çox yuxarı apardı, haracan apardı, məsələn bunu vurdu boynuna məsələn. Bunu görə bilərdi. Çox gözəl yaradardılar bu aşıqlarımız. Və sonra bizim bir aşığımız var idi. Qəradağlı idi fikirlərim, amma Təbrizdə bu navarlar da oldu. Mən 54-55-ci navarınacan fikirlərim qulaq asdım. Əlbəttə dostlarımız alardı. Mən ilmək salardım. İlmək yerində olanda dostumlar Şikarinin nağılları, ya Əmir Ərsalanın nağılları. Məsələn bunu aşıqlar deyərdilər, zəbt edərdilər studiyada və əcib satılardı. Cəlib budur. O zamanda elə bunlar görürmüşlər ki, bizim dilimiz çox lazımdır da. Yəni gəlirmişlər, aşıqlar bunu saxlamağa çox çalışırlar. Klasik bir dövrüdür. Ədəbiyyatda bir dövrüdür. Siyasətdə dövrüdür, fəlsəfədə dövrüdür. Geçmiş. O şey keçib gedibdir. Hərdən insanlar ona arzu elərlər, ona klasikdir. Romantik, bilirsiniz, aşiqanə bir şeylər.
dövrüdür. O da yenə bir dövrüdür. Amma eyni halda şeydir, nağılı adıdır. Bir növ nağıl adıdır. Klassik də bir növ nağıl və fəlsəfə adıdır. Romantik də bir növ baxış adıdır, fəlsəfə adıdır və bənzəri belə bir şeylər. Misallar burada o üstdəki dediklərinə ki, bunları elə biz beləsi qəbul eləməliyik. Yəni heç dildə deməyiblər ki, gətirin məsələn feodalizmə deyək ki, xanxanlıq. Elə bizim orada xanxanlıq olduğu üçün xanxanlıq demişik, amma Avropanın haqqında danışanda elə feodalizm demişik. Demokrasini çevirməzlər millətçilik. Demokrasi demokrasidir, çünki olalarındır. Millətçilik də millətçilikdir, çünki bizimdir. Çünki bunun içində mənası ayrıdır, onun içində mənası ayrıdır. Ona görə faşizmin mənası bir şeydir. İrandakı faşizm ona görə anlatılmır İrandakı. Çünki oradakı faşizmi deyəndə deyirlər, onun bu müşəxxəsələri var, burada onun bəzisi var, bəzisi yoxdur. O bəzisi də çox-çox dərindir. İkinci bölüm dedi ki, iki cürədir da. Bir dəsə adlar oldu, yer adları oldu, dövrə adı oldu, nə bilim filan adı oldu. Bunları dedi ki, çevirməzlər, elə ucursuz saxlarlar. İkinci bölüm teknik və sənayeyə aid hər türlü alət, makina, əşya adlarıdır. Deyir ki, ikinci bölüm o teknik bölümündə, yəni teknoloji. Teknik Təbrizdə də bilirsiniz, bir dənə almanlar mədrəsə, əlbəttə almanlar 2 dənə yer tikiblər Təbrizdə. Çox əcibdir. Biri Dəbiristani Firdovsu oldu sonralar. Onu Almanlılar tikiblər firqə demokrasi zamanında. Biri də Gülüstan bağının qabağında çuxurların orada tikiblər, qədim terminalın bu tarafında, Gəcilin arxasında. O da Hünəristani, neydi? Adı teknik idi, elə teknik adı var idi. İstəyirəm oran deyəm. Oranın adı ilə teknik, məmnəyi teknik idi. Yadımda deyil. Həmişə də çətin oxuyardım mən onu. Onu da Almanlar elə bir güya tikiblər və orada da mən orada getdim bilmirəm nəyə getdim, oraya yadımda deyil. Birinci dəfə ki mən oraya getdim, çox cəlib idi. Dostlar, kətdən gəlmişik, kasıb adam, kətli uşaq, fırın fırtıqda tökülür o üst-üzə kəsib. Başımı da indiki kimi vurardıq, təhdən vurardıq. Özümdə kök uşaq idim, tuman giymişəm. Amma nəcür olub ki, mən yazılmışam o zaman, şah zamanı, nə mənə deyirlər adına, mədrəsələ pişahəngana. Ayağımda başmağım yox giyməğa. Tuman giymişəm. Dəmpaya giymişəm, dəmpaya cırıq. İndi özümün də gülmağım gəlir, amma dövrüdür, o bıçaq idi. Mənim həyatımın bıçağı idi. Gedirik orada, bilmirəm, nə mənə vardı, Şəhbanı deyirlər gələcək. Kim gələcək, biz aparıblar ora. Mən o cırıq başmağından getmişəm ora. Birinci dəfə orada mən gördüm. Həyətində məsələn bir hovuz vardı. Hovuzun başına bir adam mücəssəməsi düzəltmişlər. Amma bu adam çəkiş idi. Bir çəkiş formatında düzəltmişlər. Başı məsələn çəkiş idi. O hər halda o mədrəsəni istədim biraz anlatam. Almanlar güya oranı düzəltmişlər. Nəzərimə belə gəlir. Və teknik o mədrəsənin adı deyil, onlar oradan gəlmişdi, oradan qalmışdı. Teknik yəni sənətlə ilgili olan bir şeylər və sənayeyə aid hər türlü dedik türkcədə hər cürün türkçəsidir. Hər türlü alət vəsilə. Farsçası vəsilədir, ərəbcəsi alətdir, türkçəsi nədir? Elə alət işlədirlər indi. Hər cürə alət, makina, maşın. Bu bir şeydən alınıbdır. İndi Fransa'dan aldığı üçün makina deyiliblər. Əşya, hər əşya adları, bunların adları nə cürdür? Bunlar çoğunluqla doğrudan doğruya xalq tərəfindən alınır və bunlar da digər millətlər tərəfindən eynən qəbul edilmiş tərcümələrinə çalışmamışdır. Deyir ki, bu dəstgahların çoxunluğu, dəstgahların bir çoxu adları nə cür olsa doğrudan doğruya. Yəni adları %100 nədir? O cürsü xalq tərəfindən alınır. Xalq elə onu alınır. Amma o cür deyil. Məsələn, bizdə təraşkarlıq, təraş maşını. Amma məsələn, onun yanında nə mənə deyir? Məsələn, yadımdan çıxıb, bu qəddən dəstgah işləmişəm, bunları bilərdim, amma frez. Elə frez deyir. Məsələn, orada nə deyiblər burada? Amma maşın təraşkarını, məsələn, təraş elədiyi üçün onu çeviriblər, məsələn, farslaşdırıblar. Və bunlar da digər millətlər tərəfindən eynən qəbul edilmiş. Bu adlar, maşınların adları, dəstgahların adları, alətlər, məsələn, indi yaxşı tüfəng. Məsələn deyirəm, ha? İndi bunun adına deyirlər Jesə. Jesə. Klaşinkovdur. Məsələn, nə bilim, Miraj, Mirajdır. F-16, F-16'dır.
F16'sını türkçələşmir, amma F16'sı 16 F deyilir. Deyir ki, bunlar nə mənədir? Bunlar elə nə cür hər millət tərəfindən bu cür qəbul edilmişdi. Bizimkindən də tərcümə çalışmamışdır, tərcümə eləməzlər. Vapur. Vapur bir fikrim gəmi kimi bir şeydir, suda gedər. Şimendüfer. Şimendüfer bilmirəm nədir. Birinci dəfə oxuram və eşidirəm. Bilmirəm nədir, amma mütərcim ya qabağında yazır, dəmir yolu, qatar. Bunu görürük ki, dəyişdiriblər. Telgraf, telefon, tramvay, qramofon, bənzərləri kimidir. Görür, bunları tərcümə eləməzlər. Amma məsələn, dəmir yolunu tərcümə ediblər. Deyiblər dəmir yolu. Yeni Türkçənin modern bir dil olması üçün yapılması gereken bir iş daha var. Deyir, bizim dilimiz modern olmaq üçün yeni Türkçə, taza Türkçə, Osmanlıdan sonra gələn Türkçə, İran gedəndən sonra inşallah yeni yapılan Türkçədə, Türkçənin modern bir dil olması üçün yapılması gereken, lazım olan, iş görməyə lazım olan bir iş daha vardı. Bir iş daha vardı, o nədir? Fransızcadan Türkçəyə sözcükləri incələyincə görürük ki, fransızca kəlmələrin hər anlamı üçün Türkçədən bir neçə örnək göstərilir. Deyir ki, bir iş var. Fransızcadan, Fransədən Türkçəyə Türkçəyə çevirəndə sözləri incələyincə, yəni onları, o sözlər, fransız sözləri incələyəndə, axtaranda, için araşdıranda görürük ki, nə o görürük? Fransızca kəlmələrin, hər Fransa kəlmələrinin hər anlamı üçün, o Fransa kəlmələrinin hər anlamını, bir kəlmənin nəgər neçə anlamı var, hər anlamı üçün bizim Türkçədə bir neçə örnək göstərilir. Ona bir neçə nümunə var. Qabağında bir neçə qabaqlıq var. Neçə tay var onlara. Göstərilir. Halbuki hər anlam üçün yalnız bir kəlməmizin bulunması yetərlidir. Deyir ki, onun bir kəlmənin 5 anlamı var. Bizim ona 5 dana kəlməmiz var. Tamam, hər kəlməni bir anlam üçün işlədik. Onda deyir ki, halbuki hər anlam üçün yalnız bir kəlməmiz bulunması, hər anlam üçün bir kəlməmiz bulunur, yetərlidir, kafidir. Qarışıqların belə çox olması ilk baxışda dilimizin zəngin olduğunu göstərir. Deyir ki, bir kəlmənin, Fransa kəlmənin bir kəlməsinin 5 anlamı var. Deyir, onun Türkçədə 5 dənə ayrı kəlməsi var. Bir sözündən 5 anlam yoxdur. Hər anlamına bir kəlməmiz var. Deyir ki, qarşılıqların, yəni taylarının, Fransa'nın taylarının, Türkçə taylarının belə çox olmasının ilk baxışda, belə əvvəl baxanda dilimizin zəngin olduğu, qudrətli olduğu burada anlamına gəlir, sərvətli olduğu anlamına gəlir, göstərir. Halbuki iş öyle değildir. Deyir, amma belə deyil. Tərsəsidir. Sözlüyün başqa səhifələrindəki başqa kəlmələrə baxacaq olursaq, eyni kəlmələri görürsünüz. Deyir ki, sözlüyün başqa səhifələrinə baxanda, yəni indi bir dənə söz var Fransa'dan, deyir, onun başqa səhifələrdə baxanda başqa kəlmələrə baxacaq olursa, deyir ki, baxsaq görərik ki, eyni kəlmələri görünürsünüz. Deyir ki, görəcəksiniz onda, məsələn, eyni kəlməni bir ayrı anlamda işlətmişik. Bu anlamını deyir. Beləcə bir türkçə kəlmənin bir çox fransızca kəlməyə qarşılıq sayıldığını görürsünüz. Deyir, onda görürsünüz ki, bir kəlmə türk dilində bir neçə Fransa dilindəki kəlməyə qarşı yazmışıq. Müqabil yazmışıq. Beləcə, türkçə kəlmələrin bir çox fransızca kəlməyə qarşılıq sayıldığını görürsünüz. Bundan anlaşılır ki, fransızca kəlmələrin dilimizdə tam bəlirgin açıq qarışıqları yoxdur. Deyir, buradan bəlli olur ki, Fransa dilindəki kəlmələrin dəqiqən müadili bizim türkçəmizdə yoxdur. Fransızca kəlmələrin dilimizdə tam, dəqiq, bəlirgin, aydın eləyən, müşəxəs eləyən, müşəxəs və aydın eləməyin bəlirtmək, bəlirgin, yəni eləyən, açıq qarşılıqları yoxdur. Aşkar yoxdur. Dostlar, burada qalsın. Bu 83-cü səhifənin əvvəlində qoyaq qalsın. Sabahlar bunu davam verərik. Sağ olun, sağ qalın, hələlik.